Deməli, Respublika Fən Olimpiadasının birinci turuna aid məsələ. Məsələdə soruşur ki, Hüseyn və İbrahim xallarını bərabərləşdirmək qərarına gəlirlər, yaxın dost olduqları üçün. Və bizdən soruşur ki, minimum, yəni bunu minimum neçə hücumla reallaşdırmaq olar? Çıxışa bunu vermək tələb olunur. Onu da qeyd etmək lazımdır ki, hər bir hücumda 2 yaxud 3 xal qazanmaq olur. Deməli, girişə uyğun olaraq Hüseyn və İbrahimin A və B qiymətləri daxil olur. Yəni A bərabərdir. Daxil edirik. B bərabərdir. Daxil edirik. Və bizdən say dediyinə görə, yəni hücum dedi, neçə hücum dediyinə görə hücumla K bərabər 0 ilə başlasın. Və burada xalları bərabərləşdirmək üçün aralarındakı fərq, xallar arasındakı fərq daha vacibdir. Yəni onu müəyyən etdikdən sonra əvvəlcə onu müəyyən edək. Bir Q bərabərdir. Burada A böyükdür B, yoxsa B böyükdür A fərqi olduğuna görə modul daxil eləsək A çıxılsın B. Q'nu tapmış olsaq, burada bir şərtdən istifadə edəcəyik. Niyə? Əgər xallar bərabərdirsə 0, yəni hücuma ehtiyac yoxdur. Yəni, əgər A bərabərdirsə B-yə birinci 0-ı vermək olar. Əks halda isə burada bir dövr müəyyən edəcəyik. While şərtli dövr. Bu fərqdən istifadə edəcəyik. Q nəyə qədər ki 0-dan böyükdür. Və dövrün içərisində şərtdən istifadə edəcəyik. Əgər Q 3 xal dediyinə görə 3-ə qalıqsız bölünürsə Q bərabərdir Q çıxılsın 3. Yəni xallarımızı 3 azaldıq. Əks halda yəni 3-ə qalıqsız bölünmürsə Q bərabərdir Q çıxılsın 2 xala bölünür. Və dövrün daxilində istər şərt ödənsin, istər ödənməsin. Hücumlarımızı sayaq. K bərabərdir. K üzərinə və sonda print K-nı çapa verək.